Salam, hər vaxtınız xeyir olsun. Ən çox verilən suallardan hansı ipin uclarından çəkdikdə düyün əmələ gələcək? Burada A variantı doğru deyil, B doğru deyil, C variantını balamız yazıb, D doğru deyil, onsuz da C ilə Y variantı arasında qalıblar. Demək, burada baxırıq ki, burada bir düyün əmələ gəlir. Bax, burada bir düyün əmələ gəlir, amma E variantının da 2 düyün əmələ gəlir. Baxın, burada, bir də burada əmələ gəlir. Ona görə E variantı doğru variantdır. Dördüncü sualda baxırıq ki, demək, bunları belə silək. Larisanın əlindəki pəri fırladır. Verilən pərlərdən hansı onundur? Bir dənə buna baxaq ki, pərlərin birinci qara, boz və ağ. Daha sonra qara, ağ ardıcıllıqdadır. Qara, boz, ağ, qara, ağ. Burada qara, daha sonra boz, ağ olmalıdır. Bax, A variantda qara, boz, ağ. Amma daha sonra bizdə qara, ağ olmalıdır. Amma burada deyil. Demək, A variantımız doğru deyil. B variantında qara, boz, ağ, daha sonra qara olmalıdır, amma ağdır. Bu da doğru deyil. Qara, boz, ağ, daha sonra qara olmalıdır, amma ağ verilib, doğru deyil. Qara, daha sonra boz olmalıydı, olmayıb, doğru deyil. Burada isə qara, boz, ağ, qara, ağ. E variantı doğrudur. İndi isə 5-ci sual. Normal zərdə əks üzlərindəki nöqtələrin cəmi 7-yə bərabərdir. Verilənlərdən hansı normal zər, yəqin ki, normal zərə uyğundur verilib. Və normal zərdə əks üzlərin nöqtələri cəmi 7 olmalıdır. Baxın, 5-dirsə, 5-in altında 2 var. 4-dürsə, 4-ün qarşı tərəfində 3 olmalıdır. 1-in arxa tərəfində 6 olmalıdır. A variantı doğrudur. Amma bizə baxın, 5 verilibsə, 5-in arxasında 2 olmalıdır, gətirib yanında verilib. Demək, doğru deyil. 6-nın aşağı hissəsində 1 olmalıdır, amma yanında verilib. Demək, doğru deyil. Daha sonra 4-ün altında 3 olmalıydı, amma yan tərəfində verilib. Demək, doğru deyil. 5-in qarşı tərəfində 2 olmalıydı, amma yuxarı tərəfində verilib. Doğru deyil. Doğru variantımız A variantıdır.